Maçdağada bu dəqiqə hal-hazırda belə bir ev, belə sotla, belə yerdə yoxdur ikincisi. Var, yoxdur. İndi deyirəm sizə, 4 sotun içində, notariusun arxasında, beton monolit, mərtəbə arası, evimizin fasad görünüşü, kvadrat əla, baxın, həyətində bisetkası da var, oturub durmağa, yəni dincəlmək üçün və s. və ilaxır. Evimiz çox möhkəm tikilib, oturuşmuş evdir, qiyməti də münasibdir, aşağı yer olacaq. 160.000 manata çıxdı bugünkü gün satışa. Sənədlər qaydasındadır, yəni kupsa çıxarışdır, bura qarajıdır, 6 qarajlı ev. Düzdür, orada köməkçi otaqlar da var aşağıda. Oranı da gələcəkdə istəsəz, elə bir ki, 4 otaq yuxarıdadır, hörmətli izləyicilər. Burada da bizdə deməli 4 dənə də otaq buradadır. İstəsəz buranı otaq eləyə bilərsiniz. Hə. Bu hər şey qaydasındadır, yəni evə ilişiləsi bir şey yoxdur. Notariusun arxasında bir də xatırladıram. Daha elə bilməyin ki, elə düz notarius qapını açan kimi promoy notariusa çıxır. Yox. Notariusun ərazisində 200 metr, 250 metr məsafəsində. Yəni burada torpağın sotu bahadır. Giriş qapısı da həyətinə 2-3 dənə maşın rahat daxil ola bilir. Həyətin işıqlandırması və hamısı qaydasındadır. Başlayaq. 6 qarajlı ev. Yerini də sizə dedim. Yəni gəlib baxmaq istəsəz, deyin ki, 6 qarajlı 4 sotun içində olan o möhkəm tikili ev. Yəni konum zat atlası deyil, gəlin, real baxın, ərazi tam yaşayışlı. Hamısı böyük evlər. Başlayaq. Buyur. Kim alsa Allah xeyir versin, qardaş. Evimiz hamısı istipoldur. İstipolun kollektoru. Canım sizə düşün. Otaqlar geniş, işıqlı. Baxaq qonaq otağımıza. Bax, belə bir geniş, böyük pəncərə ilə. Yəni, bugünkü gün Maçdağa bazarında bu qiymətə həyəti belə böyük, yaxşı yerdə yoxdur. Bu mətbəximizdir. Kuxna. Burada işıqlıdır. Baxaq, 3 dənə yataq otağı. Ən balaca otağı bax budur. Ən balaca otağı budur. Uşaq yataq otağı. Valideyn yataq otağı. Pəncərələrin qarşısı hamısı açıqdır. Bu da ki, 3-cü yataq otağı. O birisi evlə də bax, hamısı qaydasındadır. Məsafə var. Yəni, bitişik deyil, yapışıq deyil. Bu da ki, geniş ölçüdə sanuzil, böyükdür sanuzil. Vallahi, indi göz qabağında da düzdür, mən təriflədim, amma yaxşı evdir. İndi şəhərdə tüpük çox adam söküntüyə gedib evləri, ev istəyirlər. Böyük ailədirlər, bu